Qeyd edilir ki, son illər ölkədə qoyun və keçi sayında sürətli azalma müşahidə olunur. Əlavə edək ki, rəsmi məlumata əsasən ölkəmizdə 2020-ci ildə 8,31 milyon baş qoyun və keçi olduğu halda 2024-cü ilin oktyabrında onların sayı 7 milyon başa düşüb. Yəni son 5 ildə qoyun və keçi sayı 1 milyon başdan çox azalıb. Azərbaycan qurban kəsməmək qərarları verilə bilərmi? Qlobali Fuaza danışan deputat Fazil Mustafa bildirib ki, ölkəmizdə heyvanların kütləvi kəsilməsi halları yoxdur. Türkiyədə, Səudiyyə Ərəbistanında yaxud digər ölkələrdə qurban bayramında daha çox heyvan kəsilməsi müşahidə edilir. Ölkəmizdə isə böyük masштабlı kəsimlərə rast gəlmirik. Problemlə bağlı statistik zərurət varsa, buna dini qurumların münasibət bildirməsi daha məqsədə uyğundur. Hər halda Mərakeş kralı belə bir çağırış edibsə görünür. Vəziyyət ciddidir və bu addıma ehtiyac var. Ancaq Azərbaycanda oxşar qərarların verilməsi müvafiq dini müəssisələrin tövsiyəsi ilə baş verə bilər. Ancaq gərək bunun əsaslandırması olsun. Nəsə deməkdə biraz çətinlik çəkirəm. Bu insanların inancı ilə bağlı olan məsələdir və hər hansı şəkildə müdaxilə etmək fikrindən uzağım. Doğrudan da narahat edici tərəflər olarsa məsələyə baxmaq mümkündür. Hər şey insanların rifahı üçündür. Eləcə də din. Bunu nəzərə alaraq hərəkət etmək olar. Təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev isə deyib ki, prosesi süni şəkildə istiqamətləndirməklə effektiv nəticə əldə etmək olmur. Hər şeyin təbii yollarla həllinə nail olmaq lazımdır. Qurban bayramında qoyun kəsməyək ki, sayları artsın kimi fikirlər məqbul deyil. Onsuz da kəsilmək üçün seçilən heyvanlar damazlıq olmur. Erkək heyvanlardır. Damazlıqlar artıma xidmət edir, kəsimə getmir. Başqa tərəfdən təbii artıma təmin etməliyik. Bunun üçün stimul verən yolları araşdırmalıyıq. Başlıca yollardan biri yem bazalarının təşkil edir. Qurban bayramında heyvan kəsməmək isə sayı artıra bilər. Amma heyvandarlığın inkişafına təminat verə bilməz.